Aprelin 18-i gecə saatlarında Xaçmazda 15 yaşlı Bağırov Elçin Elmanoğlu bataqlığa düşüb. Doğru Xəbər Azərbaycan Azərtaca istinadən xəbər verir ki, Elçin Bağırov Niyazabad kəndi ərazisində dəniz sahilində yerləşən bataqlıqda boğulub. Hadisə şahidlərinin dediyinə görə yeniyetmə at belində mal-qara otaran zaman bataqlığa yıxılıb. At sudan çıxa bilsə də Elçin xilas ola bilməyib. Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları, dalğıcılar və kənd sakinləri cəlb olunub. İlkin mərhələdə yeniyetmənin meyidini aşkarlamaq mümkün olmayıb. Yalnız traktorlar vasitəsilə kanallar açılaraq su hövzəsi boşaldıldıqdan sonra səhər saatlarında Elçin Bağırovun meyidi aşkarlanıb. Meyid aidiyyatı üzrə təhvili verilib, faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Elçin Bağırov Niyazabad kənd tam orta məktəbinin 9-cu sinifdə təhsil alırmış. Aprelin 17-sində isə məktəbinin 15 yaşı tamam olacaqdı. Allah rəhmət eləsin.